Bu günləri sizinlə kəsmikli şirniyyatın reseptini paylaşıram. Ölçüləri açıqlama bölməsində qeyd etmişim. Kəsmik, 1 çimdik duz, 1 paçka vanil, 1 ədəd yumurta yaxşıca qarışdırıram. Siz blenderlə də qarışdıra bilərsiniz. Daha sonra 3 qaşıq unu az-az əlavə edirəm. Bəzən 2 qaşıq da olar, diqqətli olun. Hazırlayıb 2 ədəd forma verdim və içlik üçün də 3 qaşıq xama, 1 qaşıq şəkər pudrasını qarışdırıb içliyi əlavə edirəm. Üzərinə zövqə görə donmuş meyvələrdən istifadə etmək olar. 180 dərəcədə qızarana qədər bişirdim. Ən sonunda zövqə görə üzərinə şəkər pudrası da əlavə edə bilərsiniz. Bu kətələr üçün nə xəmir yoğurmuşam, nə də yuxa açmışam. Elə gözəl alındı ki, 5 dəqiqəyə hazırlamışam. İndi keçək hazırlama qaydasına. Gördüyünüz belə yağlı xəmirdən istifadə etdim. Xəmiri bu qaydada kənarlarını birləşdirib böyük bir xəmir alındırdım. Daha sonra biraz genişləndirib içliyi əlavə edirəm. Siz umaclı içlikdən də əlavə edə bilərsiniz. Mən qozlu hazırladım. Rulet formasında büküb doğrayıram. Üzərinə yumurta sarısı vurub azca da içlikdən əlavə edib 180 dərəcədə tam qızarana qədər bişirdim. Qızlar, inanın həqiqətən möhtəşəm olur. Əgər qonağınız gəlirsə 5 dəqiqəyə bunu hazırlaya bilərsiniz. Bu arada səhifəmə dəstək olmağı, videomu bəyənib dostlarınızla bölüşməyi unutmayın. Hələlik. Səhifədən silinən həmən o postu təkrar səsli olaraq hazırlayıb sizinlə bölüşürəm. Sizdən tək istədiyim dəstək olun, videolarımı bəyənib yorum yazın ki, kəşfətə düşsün. İndi keçək hazırlama qaydasına. Şokoladı çəki ilə alıram. Su buxarında və ya mikrodalğada əridib üzərinə xırda peçenyalar düzüb 10-15 dəqiqə soyuducuda gözlədirəm. Şokoladı Trendyoldan çəki ilə sifariş etmək olur. Peçenya da bütün marketlərdə satılır. Bu qədər sadə. Bugün sizinlə dadlı bir peçenya resepti bölüşürəm. Mütləq yaddaşa verin, uşaqlar üçün hazırlayın. İlk öncə otaq temperaturunda yumuşalmış kərə yağını şəkər tozu ilə yaxşıca qarışdırıram. Daha sonra yumurta, vanil, kabartma tozu əlavə edib qarışdırıram. Üzərinə şokolad qırıntıları əlavə etdim. Zövqə görə istədiyiniz ləpədən də əlavə edə bilərsiniz. Ən sonda unu əlavə edirəm. Bu məqamda 2 qaşıq kakao da əlavə etmək lazımdır. Mən unutduğuma görə sonradan əlavə etdim. Unu hər zaman az-az əlavə edim. Bəzən un az, bəzən də çox ola bilər. Məndə 2 stəkan tam un getdi bu ölçüdə. Xəmiri yaxşıca hazırlayıb qoyuram soyuducuya. Yarım saat, 1 saat soyuducuda dinlənəndən sonra forma verib 180 dərəcədə öncədən isitdiyim sobada 15-16 dəqiqə bişirirəm. Həqiqətən də qızlar, möhtəşəm bir peçenya alınır. Mütləq bir dəfə bunu sınayın. Eyni xəmirdən biraz ayırıb mən püstə qırıntıları da əlavə edib ikinci kurabiyələri hazırladım. Zövqə görə bu xəmirdən istədiyiniz kimi hazırlaya bilərsiniz. Mən kakao əlavə etdim şokoladlı olduğu üçün. Kakao etmədən də hazırlamaq olur. Bu resept sizi uşaqlıq illərinizə aparacaq. Uşaqlıqda gördüyünüz, yediyiniz o çinar şokoladını özüm evdə hazırladım. Hazırlama qaydasını sizinlə də bölüşürəm. 300 qram qarışıq ləpədən istifadə etdim. Blenderdə xırdalayıram və 300 qram peçenyadan istifadə etdim. Xırdalayıb qarışdırıram. 100 qram çərə yağını əridib əlavə etdim. Bir də qatlaşdırılmış süddən istifadə etdim. Məndə bir bankadan biraz az istifadə olundu. Üzərinə az-az qatlaşdırılmış süd əlavə edib belə bir qarışım əldə etdim və kvadrat şəklində hazırlayıb qoyuram soyuducuya, yarım saat gözləsin. Daha sonra əritdiyim şokolada bulayıb üzərinə püstə əlavə etdim. İnanın ki, çayın yanında möhtəşəm olur. Mütləq hazırlayın. Videomu da bəyənməyi unutmayın. Mən sizin üçün o qədər gözəl reseptlər paylaşıram ki, sizdən tək istədiyim videomu bəyənib bir yorum yazmağınızdır. İnanın ki, mənə böyük dəstək olursunuz. Evdə 2 ədəd banan var idi. Düşündüm ki, bundan gözəl bir şirniyyat hazırlayayım. Bananı doğradım. Üzərinə şəkər tozu, duru yağ, süd əlavə edib blenderdən keçirdim. Daha sonra un, kabartma tozu, kakao, vanil əlavə etdim. Unu az-az əlavə edirəm. Əgər ehtiyac olarsa biraz daha əlavə etmək olar. Məndə 1 stəkan un getdi bu ölçüdə. Daha sonra şokolad qırıntıları da əlavə etdim. Ən sonda üzərinə də bol şokolad əlavə etdim ki, ləzzətinə ləzzət qatım. 180 dərəcədə 20-25 dəqiqə bişirdim. İnanın qızlar, möhtəşəm oldu. Banan qoxusu evi bürümüşdü.
Heç düşünməzdim ki, yumurta vurmadan keks belə gözəl qabarar. Mütləq hazırlayın. Səhifəmə dəstək olmağı da unutmayın.